Qonşular Estrada Teatrına xoş gəlmisiniz. Tamaşa zamanı mobil telefonlarınızı söndürün. Diqqətinizə görə təşəkkür edirik. Qonşular Estrada Teatrı. Üzeyir Hacıbəyli. O olmasın, bu olsun. Sahra! Bu arşın malalandı. O olmasın, bu olsun. Bu necə məşədidir? Məşədini dəyiş! Kızım sənə yalanı qalır, dədə qurbanın olur. Kızım sənə ətə yalır, dədə qurbanın olur. Kızım sənə başmaq alır, dədə qurbanın olur. Kızım səni, kızım səni, kızım səni ərə verir. Yox dədə qurbanın olur, yox dədə qurbanın olur. Kızım, yok deyirsən? Hə, Axı bu necə ola bilər? Mən bu qədər cəmaata söz vermişəm. Toy olacaq.
Я говорю стар, но я тысячу стою, к дьяволу в дорожку долетала. Будь красавица мне женою, ах, душа моя, я не скрою, жизнь моя, девушки, все для тебя. Эй, ханум, жду я тебя, жду, тебя жду я всегда. Эй, ханум, жду я тебя, да. Эй, ханум, эй, ханум, эй, ханум, эй, пленник из красного ты пожалей, козышка. Смалость моя, Məşədim olsa будь женою, ах, душа моя, я не скрою, жизнь моя. Bu niye Rusça danışır? Gel yanıma gel, canım gel yanıma gel, yarım gel yanıma gel. O da gel de bağrım çatladı ki. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli qonaqlar, xanımlar və cənablar. Hər birinizi Qonşular Estrada Teatrının O Gülməsin, Bu Gülsün adlı yeni konsert proqramında xoş gördük. Hər zaman olduğu kimi, bugün də siz yumor və satira dolu səhnəciklər, musiqili nömrələr və biri-birindən gözəl parodiyalar görəcəksiniz. Konsertimizi Planet Parnis Bakokeveni Teatrının əvəz olunmaz aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti mərhum Cabir İmanovun əziz xatirəsinə həsr edirik. Sizi çox gözlətmədən konsertimizə başlayırıq. Təbii ki, alqışlarınız var. Birinci səhnəcimizin personajları haqqında biraz danışmaq istəyirəm. Bu personajlar hər şeyi analiz edirlər. Gündəlik baş verənləri də, hava durumunu da, hətta özlərini də. İzləyəcəyiniz səhnəcikdə analitiklər o qədər düşünəcəklər ki, bəlkə də biz də öz həyatımızı yenidən gözdən keçirəcəyik, amma gülə-gülə. Elə isə qarşılayın, analitiklər! Salam analiz müəllim. Salam Benaliz müəllim. Bugün hansı mövzunu analiz edirik? Bugünkü mövzumuz kasıblar olacaq və onların işlətdiyi ifadələri müzakirə edəcəyik. El dilindən desək kasıbın sözü. O necə olur bəyəm?
Mən atalar sözünü eşitmişəm. Kasımın da sözü olur. Niyə olmur? Mən danışdıqlarım söz deyil. Mən burada araşdırmışam deməli. Çox qəribə insansınız, analiz müəllim. Biraz elədir Benalis müəllim. Nə var orada? Aha, deməli ilk cümlə altından tut cırılmasın. Nəyi? Yox. Hə, bu cümlə... Bəli, bu ifadə altından tut cırılmasın resurs çatışmazlığının klassik simvoludur. İstər paket olsun, istər şalvar, kasıbın həyatı daim möhkəmləndirmə rejimindədir. Bu cümlə əslində kasıbın həyat fəlsəfəsini çox gözə açır. Necə? Belə, məndə güc yoxdur, amma ümidim çox. Ha, onda icazənizlə birini də mən deyərdim. Buyurun, buyurun. Kartdan öz-özünə pul çıxır. Burada iki ehtimal var. Birinci və əsas olan ehtimal dələduzluq hallarıdır ki, günümüzdə dələduzlar çoxdur və buna qarşı ehtiyatlı olmaq lazımdır. Qatılıram, bəli. İkinci ehtimal, artıq biz kartla alış-veriş etdiyimiz zaman sanki pul xərcləmirik. Çünki pul anlayışı bizim üçün artıq rəqəmə çevrilir. Bəli, qatılıram. Demək olar ki, biz artıq rəqəm xərcləyirik və üçüncü ehtimal da var. Bəli, üçüncü ehtimal da o ola bilər ki, plastik kartın şuuru var və plastik kart kasıbı görüb bezib, özü öz ehtiyacını qarşılamağa başlayıb. Ki, mənim də kartımdan öz-özünə pul çıxır. Hansı kartdan? O Bakı kartdan? Yox, metro kartından. Növbəti cümləmiz məşhur cümlədir. O boyda adam düşdü bizlə görüşdü. Bəli, bu cümlə kasıbın möhtəşəm brend menecment strategiyasıdır. Burada kasıbın gizli fəlsəfəsi var. Qəfil görüş bərabərdir prestij. Yəni elə bil ki, biznes klass təyyarəsinə ən ucuz bileti qazanırsan. Ha. Onda mən birini deyərdim. Buyurun, Benalis müəllim. Amma bu cümləni eşidəndə bütün bacarıqlarım və fantaziyam bu kainatın sərhədinə qədər qopardığı ən son müqavimət nöqtəsində bütün varlığımla dirənir. Heç cür düz qoş eləyə bilmərsən. Bu cümlə tanışdır. Bu cümlə kasıbın maliyyə və logistika böhranlarının konspektidir. Və bu cümləyə cavab kimi biri var, söz verib görək nə olur ifadəsidir. Bəli, növbəti cümləmiz indi üstünə bərk düşüblər. Bəli, bu cümlə həm qorxu, həm də məsuliyyət daşıyır. Amma bu cümləni işlətməyinə baxmayın. Nə əvvəl, nə də indi. Belə işlər kasıblıq deyil. Bundan başqa görünməz kloka qoy, havaya nəsə buraxıblar. O vaxt ağlı Analiz müəllim. Bəli, Analiz müəllim. Bəli, Benalis müəllim. Ay, vapşı bu, nə adlardı qoyublar bizə? Onu ssenarist müəllimdən soruşmaq lazımdır. Sağ olun. Sağ olun. Son zamanlar sosial şəbəkələrdə rəqs dərnəklərinə tez-tez rast gəlirik və onların özünə məxsus rəqslərinin də şahidi oluruq. Təbii ki, söhbət bəzi rəqs dərnəklərindən və onların müəllimlərindən gedir. Bizim teatrda bu mövzudan yan keçə bilməzdi. Qonşular estrada teatrı bu mövzuya da təbii ki, öz tənqidi prizmasından yanaşacaq. Elə isə qarşılayın, rəqs dərnəkləri. Mən Cudaz müəllim, sizin yeni rəqs müəlliminiz olacağım. Deməli, neçə nəfərlik? 1, 2, 3, 3, 2, 1, 1, 2, 3, əla. Uşaqlar, əvvəl rəqsə gedəniniz olub, yəni potensiyanınız var. Bəli. Məsələn, oğlum sən əvvəl nə öyrənmişsən, oynaya bilərsən bizim? Bəli, müəllim. Buyur. Şələ qoy. Qoy. Hüseyin müəllim. Kim? Hüseyin müəllim. Ona görə bu gündə sizdə? Vay. Musiqi zövqün də heç xoşuma gəlmədi. Keç. Eyb yox, amma səndən nəsə eləmək olar. Başqa? Mənim. Buyur qızım, sən buyur. Mənim nəlbəki rəqsini bilirəm. Buyur.
Eyni müəllimə getmişsiniz siz? Ay, vay, vay, heç xoşuma gəlmədi. Bax, uşaqları belə bədbaxt edirlər. Özü də qız uşaqları. Sənin də musiqi zövqün heç xoşuma gəlmədi. Yaxşı, yaxşı. Amma səndən də nəsə eləmək olar. Başqa? Mən müəllim. Görüm ha. Oradan başlayacaq. Oradan vur. Qoçəli. Necə idi müəllim? Özünüz gördünüz də uşaqlar. Bəli. Məncə heç bir sözə ehtiyac yoxdur. Çox sağ olun. müəllim. Oğlum, sən daha bura nəyə gəlmisən? Yo, mən biraz işləmək lazımdır. Sənin üçün artıq çox keçdi. Sən ümumiyyətlə bas bayra. Sən nə işin var? Yatır bayra. Bas bayra. Əzgəsiz. Yatır bayra. Məzəniyyətsiz. Onun oynamağına bax. Uşaqlar, bunu isə ümumiyyətlə unudun. Bizə başqa şey lazımdır. Sizə isə əlifbadan başlayacağıq, yəni qamətinizdən. Nə gündəsiz siz? Yakuş, buraya. Ha, bu bizim 3 sayın tələbəmizdir. Mən indi bunun üstündə göstərəcək ilkin əsas şeyləri. Yakuş, deməli, baxırıq. Necə olmalıyıq? Baş 45 dərəcə yuxarı, sinqə 45 dərəcə irəli və avtomatik olaraq bomba 45 dərəcə arxaya. Müəllim belə. Bəzi mənbələrdə 75 dərəcə ola bilər. Və ən əsası, el dili ilə hırıldama adlanan sırdıqvari gülüş. Hazır ol. 1, 2, 1, 2, 1, 2, 1, 2, 3, 4. Necə Müəllim, bax, bu estetik deyil. Nə? Estetik plastik əməliyyat nə olur sən? Yox, müəllim. Gələ bilərsən. Bir şey soruşum. Məsələn, rəqsin elementləri necə olacaq? Göstərəcəm. Yakuş, buraya gəl. Bu bizim 3 alət tələbə əvud edir. Yakuş, elementlər. Baxırıq, ilk növbədə əllər. Hazır olaq. 1, 2, 1, 2, 1, 2. Ay mühadiz. Ayaqlara baxırıq. 1, 2, 1, 2, 1, 2. Aydındır, gedə bilərsən. Müəllim, bəs bu rəqslə necə birləşəcək axı? Sən laf yordun deməni. Yakuş, buraya. Yakuş, ged oradan mənim ən istedadlı, ən profesional tələbəmi bura çağır. İndi sizə dediklərimi, göstərdiklərimi, hamısını mahnı ilə bir yerdə bu tələbəmiz Bakuş göstərəcək. Nətərsən Bakuş? Kəzadlar mı? Bəli. Bakuş. Bir dənə klass göstərərsən. Uşaqlar, indiyə qədər qoşduğunuz mahnılar var ha. Hamısını unudun. Yakuş, ver oradan bizim milli rəqs himnimizi. Bu abırlı adam oxşuyur. Gördünüz mü rəqsləmək lazımdır? Bizə bu lazımdır. Müəllim, axı bu. Bəli, bilirəm, müəllim axı bu çox çətindir. Amma siz Güdaz müəllimin tələbəsi oldunuzsa, heç bir çətinlik yoxdur. Biz bacaracağıq. Müəllim, bəs qızda? Nə qızlar? Feminist sənsən? Yadında saxla qızım. Vəfalın rəqsinin erkəyi dişisi olmaz. Çavuş, qoş oradan tutoku. İndi isə hamımız bir yerdə. Hörmətli tamaşaçılar, növbəti səhnəmizdə Azərbaycan ailələrinin əbədi mövzusu səhnəyə çıxır. Qaynana
kürəkən münasibətləri. Bir-birini çox sevən, amma heç vaxt tam razılaşa bilməyən bu cütlüyün hekayəsi indi səhnədə elə formada canlanacaq ki, bəlkə də öz evimizdən tanıdığımız məqamları görüb, hə, bu tam bizdəki vəziyyətdir deyəcəksiniz. Bəlkə də baxıb fikr eləyəcəksiniz. İndi baxaq görək, bizim qaynananın vəziyyəti necədir? Amma qaynananın vəziyyətindən çox vəsiyyəti daha maraqlı olur. Beləliklə, qarşılayın qaynananın vəziyyəti və vəsiyyəti. Anan gildə, mən indi gəlmiş. Bilirəm də xəbərim var, evin dizaynı dəyişmək istəyir, ustaza çağırmalı. Validən xəbər yoxdur. Yəqin ardası olsa gələr. Yaxşı, buradan çıxanda xəbər edəcək, yaxşı. Bacanaq, nə var, nə yox? Yaxşı olmasa, bacanaq. Sən nə tərsin? Nə bilim, belim ağrısı öldürür məni. Nə istəyir, bu arvad nəyə çağırdınız yenə? Valla indi qoy gəlsin də görək, evin dizaynını dəyişmək istəyir. Yer ustaza çağırmalısınız. Nə həyasız adamdır bu. Bunun tayları 3-də qəbir düzəltdir. Ki, bu kişinin qızı bu yaşında ev dizayn eləyəcək. Ölmür də, ölmür canımız qutarsın. Niyə elə deyirsən? Neyini bu yazıq sənə? Tanıyla verdi buna artıq. Həftə 8-9 bizi bura işləməyə çağırır. Dədəsinin ambalı yığılədir. Kürəkən deyilsən? Ambalı da elə ama. Qardaş, bu adamdan mən xeyir görməmişəm. Mənə bu adamdan xeyir gəlməyib. Buyur. Yox, sən yaxşısın. Sənlə arası yaxşıdır, səni çox istəyir. Bircə mənlə düşməndir, ona görə ki, mən 200'lü dönəmdə içindəki nəticə olur. Ne dedin? Bozcanaq. Ne demək istəyirsən? Nə demək istəyirsən ki, mən yaltaqlıq eləyirəm? Mən demirəm, özün deyirsən. Mən yaltaqlıq eləyib neynəmişəm? Əsl yaltaq sənsən, O! Eşidəndə ki, rəhmətli qaynatamız kürəkənlərdə maşınını miras qoy. Başladın özünü göstərməyə. Neylədim ha? Neylədir? Az qalmış ki, qaynenin önündə yaxın gəlsin. Ağzına gələn danışma, mən elə şey eləmərəm. Sən öləsən o ifritədən ötürü heç bir vaxt elə şey eləmərəm. Qaynatamın ayağını yurdun. O başqa, mən qaynanadan danışıram, malı qatma. Sən öl deyirəm, bu adamdan mən xeyir görməmişəm, qardaş. Bax, rəhmətli o kişinin. Allah rəhmətli. O kişinin başını yedi, axırda mən onunla elədi düşmən. Nə istəyirsiniz, neyləmişəm sizə? Nə var bunların bir dənə evi ilə maşınını mən girov qoyub pul götürmüşəm. Sənin qızına baxıram da, öz boğazıma yemirəm ha, sənin balalarına yetişdirirəm. Bax, sənin ölmüşünə deyirəm, vaxt olub gəliblər bizə, demişəm, rahat olun, ürəyini istəyən qədər qalın, öz eviniz kimi. Nə vaxt da? Demirəm, evi girov qoymuşdum, orada atdılar bunları çölə, amma mən qapını açdım. Dedim, rahat. İndi çağırıq da işi yüzü atıb çıxıb gəlmişik, görək. Bəlkə mədəniyyətli sada 3-dən 5-dən nəsə verək. Gəlmisiniz. Salam Şəhnas xaricəs. Salam Ayda. Nə yaxşı ürəkdən mama demədin, hə? Hadi kiri. Sən necəsən Ayda? Şükür ay xala, yaxşı olasın. Şəhnaz xala. Ay Şəhnaz. Elə bil mən də buradayım axı. Sən də buradasan ha. Mən də burada. Adi, nəvələrin necədir? Nə istəyirsən? Nə çağırmısan bizi? Dərdini də dilək. Şofer adamam mən. Mənim hər dəqiqəm puldur. Çağırmısan durub qaçaraq gəlmişik bura. İndi bəlkə mənfətin çatələsə verəsən deyə gəlmişik. Yaxşı Vali, sən gedə bilərsən. Gördün? Bax gördün? Təriflədiyin qaynana budur. Tərəfən tutduğun qaynana budur. Bundan artıq olası deyil ha. Mən külbaş bunun sözü ilə işi güz atıb gəlmişəm bura. Bunu mənə qoyduğum minnətə bax. Səni görünmədən düzəlim. Ötüz tut bax. Sən haqq ədalət bilərsən. Az danışcan kömək. Vay, nəfs oldu Şəhnas xala. Elə pis oldun. Dərman. Qoş dərman. Dərman gətir. Elə pis oldun, nərsən elə pis oldun. Gələm hazır, üzü qibləyə uzanırsan. Mən qulluq edeyim sana. Molla, palatka, başdaşçı, qəbir. Az sən danışcan sonra. Bəsdə, yaltaq eləmə. Nə bax, mən çıxıb gedirəm ki, üstə tutalım. Yanında dur ölməsin, pul falan yoxdur. Çıx get ki, səndən nə vaxt yürüdək? Köməklə oxu. Yavaş Şəhnas. Dərmanın için özünə yaxın gəl bala. Gəl otur. Sənə vəsiyyətimi verəcəm. Ay Şəhnas xala. Gəl. Qurban olum, anamsız dönərəm bəlkə. Anam. Dərman. Artistlik eləmə. Nə deyirsən, hə? Bəlkə sən eləmişsən, məndən qabaq gəlmişsin. Nə gəl, bana, hə? Ay Şəhnas gözümüzü qabalı tutmadı. Ay, niyə ondan sonra? Sakit. Başla. Qurban olum, anam. Yaxşı.
Sana. Ana bana. Ha, yox, yaxşıdır. Ben yok. Vay, 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 vay. Ay yaxşı, vəziyyəti necədir? Bunun içalatı dağılır. Ha? Bunun suroku qutarır. Bunu siz ne edirsiniz? Qəşəng uzadırsınız, buna qulluq edirsiniz, halallıq alırsınız. Mən getdim. Həşdə görmə. Həkim. Heç cür alamaz. Əslində... heç cür alamaz. Elə pis oldum, elə pis oldum. Zaman vəsiyyət edir, tez gəl. Şahnaz xala, ürəyinizlə sesliyi nə gətirib sizə? Bala, zəhmət olmasa bir stəkan çay gətir. Çay. Gəç otur, gəç otur üstə. İyinə bax, ətirmə bax. İş doyunca gəldim, heç. Qaynatma, hə, mən bunu içə bilmərəm. Nəsə gətirim yanına. Bala, bir stəkan su gətir. Su Ay, var. bax, sən gülmə. Oynadır. Bax, çox. Rəng istəyən qədər, rahat. Ay, bari, bu necə çıxır? Hə, bunun... Yaxşı, sağ ol. Yaxşı dəmdən izləyir, bala. Çox sizdə. Ne oldu hə? Bu da döndü laf qaynatamızın söhbətinə. Nədir də ya ora? Deyirəm döndü qaynatamızın söhbətinə. Yaxşı elə. Qaynaqlar. Neyse. Şahnaz xala, başqa nəsə istəyirsiniz? Dən. Mən özüm. Ay, var. Yapma, olmaz. Narahat olma. Ehtiyac yox, ayma. Yo, ehtiyac yox. Rəhmətli qızı, bunu dəyişlər, burnum çöktək. Ay, yavaş. Yavaş, ehmallan. Mən özüm. Ay, bari, niyə Sus. əziyyət çəkirsən? Ay, nə ödəyətdir? Oğlum da gün alasın. Su istedi. Əla. Ay, ehtiyac. Yaxşıdır. Hə. Necəsiz? Yo, əla. Balaca qabağa. Qaldır. Yavaş. Belə. O bir tərəfə təmiz get. Elə şey olmaz. Nəsə gətirin, nəsə istəyirsiniz? Əbəs də. Sini, necə istəyirsiniz? Biraz özün ol. Yox, sakit ol bala. Hə. Bala, oradan televizoru qoş baxam görək. Televizoru yaxşı, qoşun. Çox sağ ol, ay bari. Sən də sağ ol. Nə demək? Borcumuz. Sağ ol. Şahnaz xala, qoşmamı, pul tanı bəs. Bala, pul tele buralardaydı. Belə dur görüm. Lənət sənə şor şeytan. Hə, yaxşıdır bu. Yox, xoşum gəlmir bu verişlərdən. Çevir. Yaxşıdır. Çevir. Hə. Saxla. Bu? Hə, ver pultu. Ölürəm də bu qrupçul. Hə. Yaxşı qrupdur. Amma adı yadımda deyil. Bunlar adı neydi bunlar? Şeydə, tin uşaqlarda. Hə. Yaxşıdır qalsın. Hə. Xodda görüm oradan. Ölməmişəm ayılsın. Nə görüm? Lazımdır. Ala bunu. Al ben gelsen bas bakalım. Bilirsən, əlimdən nə gəlsə eləməyə çalışacağım. Bax, oğlum da gün alasın. Bala, görüm o bir kanallarda nə var. Başını verin. Yox. Ölürəm də bu rəqqası açılır. Yaxşı oldu. Hə, hadi. Cavan vaxtı mən də rəqsə getmək istəyirdim. Rəhmətli atam qoymadı. Dedi ki, qız nədir rəqsə? Qismət indi Şahnaz xala.
Bugün baxmağa şey tapdım. Məndə də budur, neyniyim? Gəl. Allah şeytanın eləməsin. Nətərdir? Bazana, belə məharətliydin, taksi niyə işləyirsən? Çox danışmazsan. Ala sən bunu. Mağaz bazası pulsuzsan. Get. Çox əziyyət çəkdim. Gəl otur bala, indi vacib sözüm var. Allah səni güldürsün, amma mənim sizə vacib sözüm var. Uşaqlar, mən yaxşı deyiləm. Maşallah, sağ ol, Yox, hiss edirəm ki, o tərəfliyəm. İndi istəyirdim ki, mən bugün vəsiyyətimi sizə eləyəm, amma qərar verdim ki, vəsiyyətimi kürəkənlənmə yox, bir kürəkənmə eləməliyəm. Yəni, Valihə. Hə, bala, sən bugün çox əziyyət çəkdin, mən sənə tanımamışam. Ona görə mən vəsiyyətimi sənə eləyəcəm, oğlum, ged içərdən mücününü götür. Yaxşı. Dur, biraz əllə otur. Bilirsən, anacan, mən kövrək adamım. Yox, bala. Mənə bu dünyada səndən başqa heç kim lazım deyil. Vəsiyyətim nədir onu? Gəl. Bu? Hə, bala. Hə, bu çox qiymətli bir əşyadır, Valihə. Bugündən də sənin. Elə deyim, elə bir böyüklüyü yoxdur. Ya. Ağırlığı da yoxdur. Yəqin üstü qızıl işləmədi. Ya. O da gəlir. Yəqin içindəki nəsə dəhərlidir. Anam ne anam? Anam. Ha. Bazana, yaraşar ha. Görmə bunu. Ver. Bu nə dayar var? Hə, bala, bu rəhbətli qaynatanın saatıdır. Bugündən də sənin də halal xoş. Halal xoş. Az. Qoca kafdır. Vale. Sakitdir. Az mən bir saatdır burada 1000 dənə hoqqadan çıxıram. Bığın üstündən xət çəkib oriental oynayıram. Bir dənə bu dılğır saata görə. Vale. Bir dəqiqə. Burada bir dənə səhv var, o da mən. Mən külbaşam ki, mən sənin sözündən durub gəlmişəm, bura işi gücü atmışam. Axı adama deyərlər, nə vaxt sənə bundan xeyir gəlir ki, indi də gələr. Tut bunu. Verdim sənə. O sən, o da sənin qaymaman. Allah rəhmət eləsin, mən gedim. Yox, sən də axmaq adamdır. Sən məndə. Bu da bunun əslizi. Day demir ki, bala, bu boyda ev eşik kimə qalacaq? Ya, bala, mən xəstə deyiləm, yaxşıyam. Sizi sınıyırdım, elə gördüm ki, düz qərar vermişəm, evi elə sənə vəsiyyət eləməliyəm. Maşallah sana, nə yerə Ya, var bala, Allahın işini bilmək olmaz. İndi yaxşıyam, sabah nə olar bilməm. Gedək notariusa evi keçirim sənin adına. Bu da bizim qaynananın vəsiyyəti. Keçid alırıq sponsorlarımıza, üzr istəyirəm. Bugünkü konsertimizin sponsorları. Nəysə. Növbədə bir musiqili çıxışımız var. Həmin qonağımızı təqdim etmək istəyirəm. Qonşular Estradiya Teatrının yaxın dostu, istedadlı musiqiçi, ölkəmizi Yeteneksizsiniz Türkiyə layihəsində layiqincə təmsil edən İsmail İmamverdiyevi səhnəyə dəvət etmək istəyirəm. Alqışlarınızla. Axşamınız xeyir olsun, hörmətli qonaqlar. Gəldiyinizə görə çox sağ olun, gələn ayaqlarınız var olsun.
Və mən bu gün gözəl bir səhnədə, gözəl bir gündə iştirak elədiyim üçün Qonşular Teatrının bütün kollektivinə özlərinin təşəkkürümü bildirirəm. Və sizlər üçün maraqlı bir musiqi nömrəsi hazırlamışam. İcazənizlə musiqimizi təqdim edək. Biz isə yavaş-yavaş keçid alaq növbəti səhnəciyimizə. Gəlib çatırıq Estrada teatrının dadı duzu olan parodiyalara. Son zamanlar efirlərdə hansı kanalı açırsan, dava qırğındır. Gələn qonaqların sənəti, gördüyü işi qalıb bir tərəfdə, başlayıblar öz şəxsi həyatlarını açıb tökməyə. Bəzi hallarda bu maraqlı olsa da, bəzi hallarda isə qeyri-etikdir. Bundan başqa, ya gələn qonaqların sözlərini səhv yozub qalmaqal yaradacaqlar, ya da ki, əynindəki paltarları hesablayacaqlar və daha nələr. Onları isə bu növbəti səhnəciyimizdə özünüz görəcəksiniz. Artıq məncə dekorasiyadan da məlumdur ki, söhbət hansı verilişdən gedir. Amma biz bu verilişə də öz toxunuşlarımızı eləmişik. Beləliklə,
Qonşular Estrada Teatrının səhnəsində Daltonik Səhər. Alqışlarınızla. Sabahınız xeyir olsun, gününüz rengarenk olsun, əhvalınız xoş olsun, mayeniz bol olsun. Sabahınız xeyir olsun, əziz ekran başında əyləşib bizi səbirsizliklə gözləyən tamaşaçılar. Gününüzün rəngarəng keçməyini istəyirsinizsə, kanalı dəyişin. Çünki bizim veriliş yalnız daltoniklər üçün rəngarəngdir. Bugün doğrudan da, bəlkə də həmçinin ola bilər fikrində yanılıram, amma fəqət, lakin bunlar köməkçilik qissələrdir. Bugün çox maraqlı qonaqlarımız olacaq. Vaxt itirmədən birinci qonağımızı dəvət eləmək istəyirəm. Qonağımızı tərifləməyəcəm. Heç özü də bunu istəmir. Heç mən də heç kimi boş-boşuna tərifləmirəm və elədiklərimi də dilə gətirmirəm. Həmin adam məndən Bakı kartı istədi studiyamıza gəlmək üçün və mən də bunu özümə borc bildim. Öz şoferimi göndərdim ki, Bakı kartı ona versin, o da metroya mindi gəldi. Amma aziz tamaşaçılar, mən bunu dilə gətirməyəcəm. Qonağımız hamımızın sevimlisi Pünhan Piriyev gəlir. Pünhan gəlir. Çıxartmışam. Salam melekim eləyək də səhər gözələyində açılıb. Mən efir vasitəsilə mənim sevənləri, mənim izləyənləri salamlayıram. Onlara qucaq dolusu salamlar göndərirəm. Ən əsas da mənim müəllimlərim, sənətkarlarım məni izləyirlər. Mən onlara salamlarımı göndərirəm də bir imkan ilə. Salam da salam. Pünhan, indi sən mənə de görüm, sən özünü sənətkar hesab eləyirsən ya yox? Yox, indi elə deyil də zor, bizə nətərdir. Mən bu günləri desəm ki, mən sənətkaram, onda o xəbər saytları var ha. Onlar yazacaqlar ki, Pünhan qudurub. Nə? Yox, deməli yazmasalar, sən sənətkar hesab eləyəcəksən özünü, müəllimlər də baxır. Yox, elə deyil, de sən o başqası öbək, bu başqası. Yaxşı, sənətkar deyilsən. Mahnısını verək Pünhan'a. Kimi anlatırsan, kimi güldürürsən ya, kimi yaşatırsan, kimi öldürürsən ya. Azar, bu ne oldu? Bu niye böyle? Müəllif hüququ gəldi, eybi yox. Nə qalmışdı? Mən mahnıma verdim. Buyurun, əyləşək. Və növbəti qonağımız gəlir. Növbəti qonağımız ilk şovmen, aparıcı, aktyor, son zamanlar müğənni kimi də fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının əməkdar artisti Qorxmaz Əlli gəlir. Mən çox üzr istəyirəm. Birinci Qorxmaz 50 yox, Qorxmaz 50 Canzadə. Doğrudan niyə dəyişdiniz? Çünki sənə kimi bir çox aparıcılar indi qızımla mənə bağışlasın. Çıxırlar ki, Qorxmaz 50, Qorxmaz 50 yox, bir Qorxmaz 60. Bu Qorxmaz 50 olmalıdır. Artıq sizə görə Qorxmaz 50 Canzadə. Qorxmaz Əlili Canzadə. Bəli, buyurun əyləşin Qorxmaz müəllim. Xoş gəlmisiniz bizim efirimizə. Gələn ayaqlarınız var olsun. Qorxmaz müəllim, sizdən bir söz soruşum. Xəncəldir yoxsa xingəl? Allah məşhur, mən artıq efirlərə çıxa bilmirəm. Baxın, mən kitablarla gəlmişəm. Aha. Bu söz xingaldır. Aha. Düzdür,
istəyirəm özü də xingəl. Bildiyiniz kimi xing sözü kündələnmiş xəmir parçası. Bəli, Biz onu bəli. əllə tutduğumuza görə olur xingəl. Yəni bu söz kitabla, sübutla belədir. Yox axı bəs biz xəncəl deyirik. Çox şey, mən sənə deyəm ki, bu söz xingəldir. Aysel, biz keçən dəfə səndən getmişdik xəncəl yeməyə. Hamı orada xəncəl, Pünhan, sən özün xəncəlliyənsən özün, xəncəl. Vallahi Biz ne hamımız xəncəl deyirik. Hə, Qorxmaz mənim. Ay mənim, siz çox şey deyərsiniz. Mən məştəqalar vedirəm, bad gedeyim. Sağ evdə. Qorxmaz müəllim, mən indi hal-hazırda əziz tamaşaçılar, studiyamıza xəncəl sifariş eləyəcəm və xingəl deyəcəm. Əgər sözümü başa düşməyib gətirməsələr, deməli xəncəl. Ay qardaşım, nə sifariş? Mən sənə deyirəm kitabla danış, elmlə danış, elmlə. Bu arada saç düzümünə görə Elmlər Akademiyasında yerləşən Barbar Shop'a təşəkkür edirəm. Onların maşinkasından yoxdur. Bəli. Və növbəti qonağımız gəlir. Növbəti qonağımız məşhur gitara ifaçısı. Palatka toylarının əvəz olunmazı. Bu arada növbəti sponsorumuz əvəz olunmazı. Bu mazda bütün oynaq ağrıları üçün effektivdir. Əvəz olun, möhkəm olun. Bəli, növbəti qonağımız məşhur gitara ifaçısı Simsəs A7 minor gəlir. Hoş gəlmisiniz Simsəs bəy. Üzr istəyirəm. O özünüz Buyur. ifa edirsiniz. Simsəs bəy, xoş gəlmisiniz bizim efirə. Bizim belə bir rubrikamız var. Gələn qonağın əynindəki geyimləri, əşyaları bəli hesablayırıq. Buyurun sizi önə alaq. Bəli. İndi deyim də, qaldırmağa deyim. Deməli, saatı Moskvadan almışam. Bəli. 1500. Bahalı saat olsun. Bəli, 1500. maşallah, 1500. Corablar 800. Aha. Bəli. Corablar Pencəyim 1200. 1200. Bəli. Qalstukum isə 1700. 1700. Bəli, Aha. qalstuk 1700. Və biz hesabladıq. Simsəs müəllimin hal-hazırda üzərindəkilər 5200 manat təşkil edir əziz tamaşaçılar. Bəli, düz eşitdiniz. 5200 manat. Yəni bu qiymət, bu rəqəm dəhşətdir. Həmişə bahalı geyinir Simsəs müəllim. 5200 manat. Bəli. Əyləşək Simsəs müəllim. Davam eləyirik. Qorxmaz müəllim. Bəli. Siz Nəsibə Zeynalovanı parodiya edirsiniz. Hətta filmlərin birində onu siz səsləndirmisiniz. Amma heç bilinmir. Qızım, düzdür, bu Güllələmə tərəfə salın filmində olub. O vaxtda ki, bəs qorxmaz mənim, siz səsləndirə bilərsiniz, dinləmiş səsləndirməm, mənim də işim budur da. Elə mənim çağımda ki, bəs siz şeyin, gəldim studiyaya, hələ orada bir duzlu məzəli söhbət olub, danışım siz üçün. Deməli, rəhmətli Yaşar müəllim, Siyavuş müəllim dayanmışlar, elə yaxınlaşdım mən də. Hamısı mənə görürlər, bir ağızdan dedilər ki, mən bu rizəysən. Bəli, vermişimizin vaxtı azdır. Çağırmışsan danışmada imkan verir, nə bekləyir? Buyurun. İkinci bir naşıq taxdım, Nəsibə xanımın xırdaqlar var ki, bəs bu yenə, Ana bu nə oldu mən düşdü. Ağız bu nə oldu mən insanın belə Nəsibə xanım olub, elə ağaya bulubsa. Pünhan, bir canlı ifa eşidək səndən. Simsəs müəllim də müşahidə eləsin. Gözlər, indi bizə nətərdir? Aha. Səhər-səhərdir, yaxşı deyil, yuxudan indi durmuşum, mənim səsim işləməz, eləməz. İndi Qorxmaz müəllim də bizim sənətkarımız, sənətkar adamdır, bəli. Onun yanında mən düşməni də oxumaq olmaz. Olmaz? Bir dəqiqə. Qorxmaz müəllimin yanında olmaz, hə Pünhan? Yəni də olmaz. Bəli, əziz tamaşaçılar, düz eşitdiniz. Qorxmaz müəllim Pünhana mən olan yerdə oxuma qadağası qoyub. Bəli. Qorxmaz müəllim, gəlin Pünhanla sizin aranızda bir oyun keçirək. Nə oyuna düşmüşük?
Buyurun. Qurban olsam bizə yox çıxmayır. Deməli, oyunumuz musiqi oyunudur. Biz sizə sözlər deyəcəyik və siz o sözlərə uyğun mahnılar tapmalısınız. Belə beşlərdə vaxt çox oldu. 77. Bəli. Birinci sözümüz yağış sözüdür. Bir akşam taksiden düşüp yağışa. Bir xalqın Arkadaşlar bir dakika. Orada bir akşam taksiden düşüp payıza. Orada payızı yağış değil mi? Korkmaz yani fergi nerede? Payıza da yağış yağar değil mi? Yok yağma alacak arkadaşlar. Narahat olmayın, qorxmaz. Arkadaşlar ben narahat değilim. Sen verişinde. Narahat olmayın. Deməli, ikinci sözümüz gündüz sözüdür. Gündüz çağı, sahil bağı. İki xalqın Ay oğlum bana gelsen gündüz çağı. Akşam çağı gezerlerdi. Akşam çağı. Arkadaşlar bana verirsen sen de Yine deyirsə hər axşam gündüz. Az qalıb verişim altına. Üçüncü sözümüz gəlir və üçüncü sözümüz qara sözüdür. Qara gözlü, səndən ayrı. Ala gözlüm deyir orada. Ana çok kara gözlüm deyir. Getdiyə sənət. Qorxmaz bəy efiri tərk elədi. Amma narahat olmayın, biz verilişdən sonra onun könlünü alacağıq. Bəli, qaldırmışıq. Bəli. Pünhan, bir canlı ifa eşidək səndən. Simsəs müəllimdə müşahidə eləsin, qorxmaz müəllim də yoxdur. Elə deyil, dəzəm, olmur da, belə Yox, olmur. bir dəqiqə, qardaş, bayaq deyirəm oxu, deyirsən olmaz. İndi deyirəm oxu, deyirsən olmur. Müğənni deyilsən sən, qardaş. Cəmaat sənin ifalarını sevir. Yox, müğənniyəm, yer söhbət ol deyil. Niyə oxumursan? Zan, başın çıxmır danışırsan, gəl, nə istəyirsən? Mənim başım çıxmır. Gəl, nədən başın çıxmır? Yaxşı, gəl onda səndən belə bir sual soruşum. Əsəbləşdirmə. İnterval nədir? Bəli, Bəli. nə interval? Musiqidə interval nədir? Ya sən malım alaqat, mən başqa şey soruşuram, sən başqa şey. Mən başqa şey danışıram, deyirəm səhərdir, səsim işləməz, yaxşı olmaz. Simsəs müəllim sənətkar adamdır, olmadı elə oldu belə. Simi qırıq oldu, gitarası nasıl oldu. Bir dəqiqə, Pünhan, bir dəqiqə, mən artıq səndən razı deyiləm. Simsəs müəllimin nə gitarası, nə də özü nasaz ola bilməz. Ona sözüm yox. Bu insan, bu adam öz peşəsində sənətkardır. Hətta Simsəs bəy, mən deyərdim, ən peşəkarı sizsiz, sizdən başqası yalandır. Razı olarsınız yəqin məndən. Sağ ol, var ol. Razısınız, aha. Simsəs ayetli minor deyir ki, gitaranı məndən peşəkar ifa edən yox. Buyurun. Yox, mənə söz demədim. Ne dediniz? Mənə söz deməmişəm, sən mənim sözümü vurursan. Mənim sözümü vurursan sən, yalan danışırsan. Belə edirsiniz, dava yaratırsınız, qalma yaratırsınız. Arabı kaptırsın bir-birinə. Mənə bax, eşitsən məni. Eşitirsən, o lentanı fırladarım. Səhər fanadan deyirlər. Salam Mələkəm xanım, Hüngəli sifariş vermişdiniz. Oradan da Daltonik səhər sona çatır, sağ olun. Texniki dəstəyə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə öz dərin təşəkkürlərimizi bildiririk. Və şəxsən öz adımdan mənim dostum, bizim konsertimizin senaristi və rejissoru Hüseyin Rzayevə öz təşəkkürlərimi bildirmirəm. Mənə rol yazmayın. Allahın dostu mən də dram teatrı və şunu aktörüyəm.
Nəysə. Və biz gəlib çatırıq kulminasiya nöqtəsinə. Keçən konsertdə bizim son səhnəciyimiz əsas gülüş mənbəyi oldu. Mirzə, sənin neçə yaşın var? Sualı ilə komendant Mikail, öz oyunları, səsləri ilə Səbuhi və Zibeydə, ağlı ilə Fərid, öz çılğınlığı ilə Ağsaqqal Pənah kişi və bizim balıq satan yaddaşlara həkk olundu. Tamaşaçıların və bizim istəyimizlə bu səhnəciyi davamlı eləmək istədik. Gəlin baxaq görək, bu dəfə qonşularımızı hansı hadisələr gözləyir. Beləliklə, qarşılayın, Qonşular Estrada Teatrının səhnəsində Qonşular! Oyuna göre. Uduzan neyniyəcək? Uduzan eşine ona çay alacak. Belə geçsəm, Mikail çayxana atacaq. Bax, şaşkoşaydı. Bu da damaşniye. Zərf tutursan ha sen. Dur, get. Sen zərf tutursan, yok. Get öyrənənə Çox gələk. intellektual oyuncu. Olan ki, mən də oynayım. Sen hele Zibeyde ile oynamağında çok var. Öyrədənə. Ay salam əleykum qonşular. Hər vaxtınız xeyir. Deməli, ilin axırında ev pulları yığılıb qalıb 30 manatdan. Mikail. Can Mikail. Göz Mikail. Sən igid oğulsan. Sən mərd oğulsan. Sən üstəsindən gələrsən. Allah bəlanı versin Mikail. Ne olur? Sənə dərman içməmişəm biraz başına. Mən onu gör nə deyirəm. İlin axırıdır. 30 manatı ver də. Olmadı ki. Demirəm, birdən bir verəm mısın? 5 ver, 10 ver, 15 ver. Bir də görəcəksən çıxıb yedivay Mikail. Mirzə, Hə. sen nerede oynayabilirsen? Nə dəxil var? Yox, onun buna nə dəxil var? Mən burada pul istəyəm, sən deyirsən ki, mən nerede oynayabilirsən. Nə dəxil var onun buna? Kişi, oynayabilirsen yoksa yok söz soruşuram. Hə, bilirsən oynayabilirsən. Ay sağ ol. Bak Mirzə, həyatda nərd kimidir. Xırda bir iki atmaqla oyun udmaq olmuyor. Gərək bəxtin gətirsin bir şeş qoşa atasan, bax onda oyun udasan. Yaxşı? Başa düşdün? Yox, Ay nə qədərdir? 30 manat. Sonra qoy mən şeş qoşa gəlsin, mən də sənin 3 qoşan verim. Mən heç də başa düşmədim. Bu nə oyundur? Ev deyil domino. Ay, nə falan? Zibeydə. Mirzə, nerede oynayabilirsən? Yox! 10 manat göndər mənə, mən at qartımı, at qartımı. Səbuhi. Can Səbuhi. Göz Səbuhi. Səbuhi. Necəsən? Sən soruşmayalı yaxşıydın. Həmişə yaxşı olasan Səbuhi. Deyirəm, ilin axırdır Səbuhi. Ha, yeni ilin mübarək. Səninlə var. Amma onu demirəm, deyirəm ki, ilin axırını deyirəm, ev pulu deyirəm, 30 manat deyirəm, verəsən deyirəm, hə? Nə deyirsən? İlin axırı 30 manatı verdi ev pulu. Nə qədər? 30 manat. Mirzə, sən domino oynaya bilirsən? Hə? Bunda Oynaya bilirəm. Hadi. Mən başa düşdüm. Siz məni dolamısınız? Siz məni dəli eləmək istəyirsiniz, yox? Yox, bir dəfə yox. Dəli olmayacağım. Gedəm dərmanın içinə işdir. Yox. Gedəm dərmanın içinə. bu domino çempionatı var idi, qoşardım sənə də. Bu niyə belə edir? Ki benim sərdən Ha, nətərsən Mika? Sağ ol, sən nəsən? Nə var nə? Əşi, mən necə olmalıyam yəni? Bax, 10 manat nədir ki? 10 manat nə böyük puldur? Buna bax, ağzına eləndir. Ay, yazma, yazma. 10 manat borcalmışam. Deyir, bugün qaytarmalısan. Qaytaracam, mən sabahda bir suyunda. Ala bunu sabah qaytar. Yox, özüm ələyəcəm, bir dəqiqə. Ala. Götür qoy cibə. Mənə qaytararsan da evi. Sabah mütləq qaytaracam mən. Bilirəm. Sağ olasın. Ha, Fərid, nətərsən? Yaxşı, siz necəsiniz? Mən? Əşi, mən necə olmalıyam? Bax, 10 manat nədir ki? Mənə dediyi sözə bax. Bax, 10 manat nə böyük puldur? 10 manat nədir ki? Nədir ki? Hadi onu deyirəm. Yəni 10 manat nədir ki? Nə böyük puldur ki? Mənə yazına bax. Hə, 10 manat nominal dəyəri 10 olan pul əskinasıdır. Pul vahididir. Azərbaycan manatıdır. Ön tərəfində kitablar, günəş işığı simvolu var. Bu da elmi maarifçilidir. Onu demirəm. Yəni 10 manat nə böyük puldur ki? 10 manat nədir ki? Ona görə belə bir şey. Yəni 10 manat nədir ki? Mən də onu deyirəm, nə deyirəm məhz burada. Arxa tərəfində qulaq asın. Sizə deyim, bu da bizim maarifçi. Fərid, başa düşmədim. Mənə 10 manatı praktiki göstərə bilərsən? Hə. Göstərəyim.
Axırıncı 10 manatımdır, buna simit harcaydım, amma yenə də verirəm sənə. Ay usta, gedə bilərsin. Sağ. Zalım oğlu çap gibi deyil. Hala durma, get ağsaqqal çağır düşsünlərdən. Sən də bezdirmirsən mən ağsaqqal. Ağsaqqal ölsəydi canımız qutarar. Zibeydə xala. Gəldin. Necəsən? Yaxşıyam ay Sabri, sən necəsən? Mən necə olmalıyam? 10 manat nədir ki? 10 manat nə böyle bu? Safan, mən bu variantları bilirəm. Haa? Hə. Onda işin Zibeydə. 10 manat ver, mən sabah qaytarırla sana. Sən hələ keçən dəfə aldığım manatı qaytar, sonra danış. Bak, onu niyə qaytarmalıyam? Başa düşmədim. Verəndə nə dedim? Demədin ki, Allah haram xoşun olsun. Roşun olduq da. Görüşün. Daha sənə sözüm yoxdur Sabah. Heç də yoxdur. Yox. Gəl nerede oynayaq olmaqda? Oynamıram. Bloka neyləmsiz? Qəribə gəlir. Ağsaqqal da qapını açır. Necə yəni açmır? Gerəsi yer yox, bir şey yox. Doğrudan 2-3 gündə ağsaqqalı görmür. O qalxın bir mən döyüb, yəqin bu yaxşı vermir. Gəlsin. Oynayaq, gəl. Qaldım, başım ağrıyır. Nə olur? Çılartsan sən də bayaqdan mənlə oynamısan ha? Ağsaqqal qapını açmır. Blokdan da qəribə iyi gəlir. Meyidi. Vəssalam. Ağsaqqal getdi. Ay qoşular! Gəlin! Ağsaqqal getdi! Getmək necə olur? Kimlər gəldi, kimlər getdi bu dünyadan? Öldü. 50 manat borcum var idi, bilirsən 100 manat var. Ay Ağsaqqal, Mikail! Nasıl bilən molla çağırır? Zibeydə! Dur, aç dəmlə! Dur, alma da elə! Xəlil! Dur, bir dənə ağsaqqalı çəkin, çadı gətir. Məndə şəkli yoxdur axı. Çap kimidən düzəldi. Onlar çıxart. Ağsaqqal, vay başıma daş şeydi ağsaqqal. Liftin pulu qaldı, pərəm olacaq ağsaqqal. Güzel. Get doğra bir şey. Baş. Ben de gedim mağarım. Bu ölmeye baktaktır ha, bu ölmeye baktaktır. Qəşəng bir şey. Ay nədir? Demədim molla gətir, tələmtələsə düşdülər bunu. Ay apar normal molla əti, yox. Gəl qardaş, alma. Bir dəqiqə. Müsəlmandır. Bəli. Bəs salamda xeyri niyə öziyəsinə verir? Görün bunu. Uy püssün. Güzel bir şey oldu. Yaxından uzaqdan qardaşlar. Hə, mən bu tanıyla gülər satıcı bizim məhəllədə. Hala. Yaxından uzaqdan gələn qardaşlarım, bazlarım. Mərhuma haqqınızı halal eyleyin. Ölüm haqdır mənim əzizlərim mənim. Molla mən çox üzr istəyirəm. Buyur bala. Pul gəlmir. Deməli hamı yedi işli. Gəlin pul yazın, savabdır. Gəlin belə. Zibeydə buyur. Adına 50 manat yaz. Ay sağ ol. Allah rəhmət edəsin. Fərid gəl. Mama dedi ki, mən getdim dükana, orada şey alırdım. Yaxşı. Mirzə buyur. Səboy, götür bunu da mənim adımdan yaz ora. Ağsaqqala rəhmət etsin Allah. 18 manat niyə? Liftin pulu 2 manatdır, qalıb o. Ay Fərid. Nə deyirsən? Kişi o tərəfə aram puldan getsin. Molla mı? Pul yazdır. Estağfurullah. Elhamdülillah. Bir pul daşı təkiyim səni. Yaxşı, mən də sən pul vermərəm. Olarıq. Raşut. Qəşən pul yazılır. Bir dənə ağsaqqalı evində sata bilsəydin. Toxunma mənə. Sen batmaktan, sen atmaktan korkulan sen maşinli seni itirmeyden korkulan
Bildim ey qonşu, qəşəng mahnıdır. Usta indi ağsaqqaldır da itdi qurtdu. Sözümüz üçün. Buyur yazdır. Merhaba, mahnı qəşəngdir. Ha, qəşəng mahnı. Onda üstüne ilim mahnı koy, üstü yankılı verin de. Böyle gözüküyor. Bu da böyle. Salam aleyküm. Aleyküm salam, hoş geldin. Hoş gördük. Ağsaqqalın yazısı buradadır. Bəli, bəli, qardaş, buyur, buyur. Xoş gəlmişsən, buyur pul yazdır. Gəl, gəl pul yazdır. Bəli, nə olur? Deyən görmək. Hə. Sən kimsən burada? Mən? Rəhmətliyin ən sevimli qonşusu. Bəs sən kimsən? Mən rəhmətliyin nəvəsi. Ay, rəhmətliyin nəvəsi. Gəl çıx da. Səhərdən səhər gözləmir. Evet. O özü məhşərlərmişəm. Bundan sonrası məhəllədir. Mənimle yapmalısın. Bir dəqiqə, istəyərsən evin asardı səndə, don ver. O evi biz danışmışdık. Ya, ver mənə. Tez ol. Ay, sağ ol. Ged indi doğğa biç. Doğğa köf verir. Çay içərsin, get. Xoş gəlmisiniz. Ay oğul, hoş gəlmişsən Allah iç. O hardan gəlib çıxdı ya? Belə dəm ol dəmi? İndi hamıya pul lazımdır. Vardırda dolan kimi nəvə peyda olur. O mənəm, axsaqqal düşünürəm. Hey, Zamanı satını var, heyf. heyf axsaqqalda. Sağ ol. Ay Zibeydə, bu nə tələşdir, ağlaşın da. Vay. Olmadı. Göz yaşın silən olmadı. Ay ağsaqqal ah çəkdi. Araya gələn olmadı. Ayas bey, ağlama belə olar. Bu nəvədir, doğğa içir. Nə gözündən su axır, nə bir şey. Saray babacan! Azərbaycan! Otdandı. İstəyirəm bir ağrı deyən. Sən deməlisən də. Güləm gülün eylərəm. Ay aman aman, özgəsinin eylərəm. Öz gülümü versinlər. Ay aman aman, özgəsinin eylərəm. Güləm gülün eylərəm. Ay aman, özgəsinin eylərəm. Öz gülümü versinlər. Ay aman, özgəsinin eylərəm. Öz gülümü versinlər. Ay aman, özgəsinin Çok gelin geçme buradan değerler ki dostluğur. Ay Cemo, ay Cemo, ay Cemo, ay Cemo. Ay Cemo. Buna mahnı. Gittin gördün bunlar. Senin başını Saray malata. Ay baba, ay baba, ay baba, ay baba. Biz istədik nəvələr. Ay baba. Könüllərdə dərd, kədər. Ay baba. Hamınız çox sağ olun. Ay baba. Əl açıb dua edənlər. Ay baba. Ay baba, liftin pulunu vermə.
başım getdi. Dəhşətdir. Molla Əmi, sən bilərsən. Sənə bir sual verim. Gözləyin. Molla Əmi, bu liftin pulunu, evin pulunu vaxtında verməmək nə qədər günahdır? Mənim balam, sən verdiyin çox gözəl sualdır. Bəli, qulağısında Gəl sənə belə izah edeyim. Bax, təsəvvür elə ki, mənim əzizim, həyat özü bir şahmatdır. Bana nə? Kəşke idamını şahmadı. Ay bana. Belə deməyəcəksin. Valla mən də bir şey dedim. Vallahi fikir vermir. Sol-üstü oyunlarla problemi var, travmadır. O artıq çıldaqlıqdır, Allah şəfa versin. Mikael, sən onu həkimə apararsınız. Hə. Qardaş, sənin adın nə oldu? Ay qardaş. Bəli, sən də. Mənim adım Mehman. Sən buralarda görməmiş heç. Ağsaqqal da səndən danışmır. Ola bilər, mən xaricdə yaşayıram, ona görə. Qulaq as. Sən kimin oğlusan? Mən? Mən Sənanın. Kimin? Təmiz başım yeridir. Kənanın. Babanın adı? Babanın adı? Bu boyda məhəllədə mən babamın adını heç kim bilmir. Yox, bilmir. Şeydə... Fazi! Yox, bir, ben, dur ayağa! Yad adam! Yalan! Mən də dəniz qulduruyam. Sizin reklamınız olanlar. Maşindir. Nereye gelsin lan? Yok sen davay ver pullarını. Halal zəhmətindən qazandığın pulları bana ver. Ay balsın sən! Düş. Buna bak ha. Ay sağ ol. Bırak. Ev nasıllarını da ver. Bizim ev. Ev nasıllarını ver. Ay balsın səni. Ay sağ ol. Dur. 2 metre doğuğa çıksan. Pul yaz da. Kabul. Ay sağ ol. Şimdi bas bari. Pis! Buna bak ha maşinlik. Ya sana bak. Zibeyir bak çok kim. Aram ki. Mən baxmalıyam, sən baxmalısın. Bu kim nə var? Doğuğa ver, doğuğa ver. Zibeyir de alıp balıkları bıraşlamakla. Cəmatın malı deyə. Valla indi başa düşürəm, ölənlə ölmüyormur. Neyə indi? Məcburuq da. Doğuğa ver etsin. Molla Əmi, Bəli bala. sizə bir sualım var. De görüm qarnın ağrı nədir? Bu günləri mən Mişa ilə Ayya baxırdım. Mişa ilə Ayya baxır. Orada Mişa oğurluq eləyir. Sizcə o günahdır yoxsa yox? Nəyin oğurluğunu eləyir? Kitab oğurluğu. Kitab oğurluğu. Allah. Gəl sən də ona belə bir cavab verim də. Bax. Gəl. Bax bizim bu indiki cəmiyyətimiz var. Oğurluq da olsa tək ki kitab oğurlasın. Narahat olma, günah sahibi. Günah sahibi kim onlar? Qətiyyən oğurlasın. Sabika, sabahdan kesiləm kitab oğurluğuna. Halal pulumu kazanır. Də bala. Molla mı? Ay Molla mı? Ha bala. Qoy bir sual da mən soruşum. Buyur. Səhərdən bu məclisə baxıram. Heç ağsaqqal sağ olanda bu qədər dəyər görməmişdi. Yaxşı, bəs niyə biz öləndən sonra qiymət veririk, hə? Gəl sənin bu dəyərli, qiymətli sualına mən də bir belə cavab verim bana. Deməli, bəli. Qoy Mikailin bu sualına mən cavab verim. Buyur bala, buyur. Ona qalsa heç səhərdən baxıram, burada bilinmir, toydur yoxsa yaz. Camaat elə yeyib içməyə bəhanə axtarır. İndi ki belədir, qoy bu bilinməyən məclisdə mən də Doğğa ilə sağlıq deyim. Buyur. Bir arzum var, ay adam var, qoyun deyim. Sağlığında qiymət verin insanlara. Yaxşılara sağlığında yaxşı deyin. Sağlığında yaman deyin yamanlara. Sağlığında heykəl qoyun ölməzlərə. Gələcəyə çox da ümid bağlamayın. Sözünüzü sonralara saxlamayın. Zəhləm gedir sonralardan. Vaxtsız dinən zurnalardan, boş boğazdan, avaradan, toydan sonra nağaradan. Bu nədəndir?
Ölən kimi insanlara qəlbimizdə sevgi, hörmət aşıb daşır. Ölən kimi yaxşılar da yaxşılaşır, yamanlar da yaxşılaşır. Çirkinlər də təmiz olur ölən kimi. Yadlar belə əziz olur ölən kimi. İstəmirəm vaxt vədəsiz şöhrəti mən. Bir an ömrü, milyon qızıl ölüm gələ, dəyişmərəm. Diri üçün iynə boyda hörməti mən, ölü üçün min heykələ dəyişmərəm. Düz deməsəm, onda məni bağışlayın. Üst tuturam uşaqlara, qocalara, cavanlara, sağlığında qiymət verən insanlara. Halal olsun sənə oğlum, çox gözəl vururlar. Belə. Sonra deyirsiniz, Sabuhi bu qədər şeyi pul üçün. Yox, tək ki, ağsaqqalın ruhu şad olsun. Bəli, bəli. Gəlin heç olmasa indi, səmimi qəlbdən deyək ki, ağsaqqal, Allah... Estağfurullah. Allah səni öldürsün. Demədi mənə gəlmə. Səbuhi. Deməli, deməli. Ağsaqqal ölməyib, hə? Ölməyib? Əşi, o ölməsin, bu ölsün. Valla burada sağlık deyilsən, indi yalan danışsa olma deyilsən. Qonşular, Bala sən düzəldin. Ha, başa düşdüm. deməli, o biri binada rəhmətə gedən var. Gəlin gedək başlayalım hadi. Kim rəhmətə gedir? Elşən. Elşən? Hə, hə. Elşən əmi? Hə. Elşənmi? Elşəmi kimdir ki? O, məhəlləmizin elişi. Səhnəmizin saz oğlanı. Taksi sürücülərinin dostu Ağa Natiq. Və hamımızın sevimli aktyoru Cabir İmanov. Kaş o məhəllədəki yas da ağsaqqalın yası qədər yalan olaydı. Kaş.
çox sağ olun. Konsertimizin adı və əvvəldəki səhnəcik əbəs yerə deyil. Bəli, bu dahi Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Bildiyiniz kimi bu il ölkəmizdə Üzeyir Hacıbəyovun 140 illiyi qeyd olunur və bizim teatrda bundan yan keçə bilməzdi. Ümumiyyətlə, qonşular estrada tənqid və təbliğ teatrı olaraq biz hər zaman nümunəvi Azərbaycan musiqisinin təbliği və bayağı musiqinin tənqidi ilə məşğuluq. Bundan sonra da məşğul olacaq. Çünki Üzeyir Hacıbəyovdan bizə əsl Azərbaycan musiqisi miras qalıb. Biz onu qorumalıyıq. Və sonda bizə bir sual yenə cavabsız qalır. Sizcə uzaq qohum yaxşıdır, yoxsa yaxın qonşu? Biz qonşular deyilik.